Hər vaxtınız xeyir olsun dostlar. Bayramınızı təbrik edirəm. İnşallah gələn il sizin hər birinizə uğur gətirsin. Xoş əhvallı günlər sizinlə birlikdə olsun. Təbii ki, yaşayırıqsa, insan faktoru varsa uğursuzluq da olacaq. Amma bu uğursuzluq sizi qorxutmasın. Hədəfə doğru, məqsədə doğru inamlı addımlayın. Hər biriniz xoşbəxt olun. Daha bir ili arxada qoyuruq və bu il futbol hadisələri ilə zəngin oldu. Bu il baş tutan hansı futbol hadisəsi sizin hafizənizdə ömürlük qalacaq və heç vaxt unutmayacaqsınız? Mən xatırlatma eləyim, UEFA Çempionlar Liqası, Avropa Liqası, Konferans Liqası, Klublar Dünya Çempionatı keçirildi. Daha sonra müxtəlif ölkələrdə yerli çempionatlar baş tutdu. Təbii ki, çempionlar da öz kubokunu başı üzərinə qaldırdılar. Barcelona UEFA Çempionlar Liqasında mübarizəni yarımçıq dayandırdı Interə məğlubiyyətdən sonra. Real Madrid Arsenal komandasına boyun əydi Çempionlar Liqasında. PSG mümkün olan bütün kubokları əldə etdi. Yəni bu mövsüm onlar üçün çox uğurlu oldu. Bu kimi digər hadisələr baş verdi futbol aləmində. Odur ki, siz də öz fikirlərinizi yazın. Hansı futbol hadisəsi sizin hafizənizdə qalacaq? Təbii ki, bu il üçün bir daha bayramınız mübarək. Fikirlərinizin bölməsində yazın gəlsin.